salırsan ha, uğraş. Sumkamı tap gətir. Yaxşılıqdır. Sumkanı bugün axşam tapıb təhvil verməliyik. Əmi, taparıq. Mən işlif qaytararam, mən avara bu. Sən ki, sana deyirəm ki, sumkanı bugün tapıb qaytarmaq lazımdır. Başa düşürsən? Rauf'la bağlı hər şeyi sənə deyəcəm. Ana sumka. Ne sumka be? Artist yanım harda sumka yerində. Ben sana dinlememişim. Mal, narkotik. Ne narkotik? Ne danışlar? Kokain. İnandın mı? Nədir qaqa? İhtiyar, neler oldu? من قبل إنهم كانوا في شك مريب صدق الله العلي العظيم الله رحمة eylesin. Allah rəhmət eylesin. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah rahmet eylesin. Uşaq vaxtı nənəm bazarı həmişə sübh tezdən durub gedərdi. Mən oyanmamış. Biz bir yerdə gedəndə min dənə şey istəyirdim ondan. Arvadın övrəyi dözmürdü. Nə deyirdim alırdı. Bu vaxt özümə söz verdim ki, böyük yaxşı pul qazananda birinci nənəm aparacağım bazarığa. Nə istəsə alacağım ona. Pul gəldi amma heç nənəmi gəlib görənmədim. Görmək nədir? Carvadın zəngini aşmadım. Həyat belədir qaqa. Elə bilirsən ki, ərk elədiyin adamlar heç vaxt ölməyəcək. Ona görə də ölüm ayağında sağ yığdım, ha yox. Hər bir dəfə yetdi, hər bir dəfə. Dur qaqa, dur gedək. Mən bu vicdan azabı ilə nətər yaşayacağım qaqa. Dur. Ne oldu bırak cevap vermeyir? Zengin eləyəsən bəlkə. Yığdım da açmır. Dədəm vay. Sana mən o gün orada oturanda dedim də. Getdi ya o kadar pulu. Nətər eləyək ya. Bunun bir yersiz adı yoxdur. Bu yetərsə bundan əlaqəyə keçək. İşte bu yersiz olsaydı səninlə niyə danışırdı? Giz-giz danışmalı. O bəlkə ixtiyara deyəsən. İhtiyar kim deyim onunla danış. Niyə elə deyirsən ya bura? Mən o qızı yanında bir dənə kişi xislətli adam onu tanıyıram da ona görə dedim yoxsa. Sən əmin olmasam ki, sən təmiz yoxsan. Sənlə başqa cür söhbət eləyərəm. Can qardaş. Bu bir yəqin yaxşı sözdür də. Əynibədir.
Alo. Aysel necəsən baba? Yaxşıyam, çox sağ ol. Mən bu axşam görüşürük, ha? Yaxşı. Всё, zəng eləyəcəm onda sən. Doğru, öpdüm. Kərim, sən yığ Aydanla danış, amma demə ya mən demişəm. Ondan Nərmin yerini soruş, o bilər. Mən nə ola dalamadı ona da. Mən çox danışırıq burada. Allahın da olsun çox danışırıq. O da lazımsız mövzular danışır ki. Danışır da sənin ürəyincə də öyle onsuz da. Nə deyə qarnımın ağrısı, sən dinlə görür. 5 manat. Bırak valla kontur üçün istəyirəm. Yoxdur kontur. Neyiniyim, necəsə danışmalıyam da. Göndərirəm, paşaq, göndərirəm. Göndərdim, yığ danış. Kreditə çıxdı bırak. Allah, sən nə yaşayışsız adam çıxdın ya. Neyimi? Göndərdim. Gəlsin yığır. Limon da qoymuşlar bura. Olar limondan bir dənə götürüm oradan. Amma gələ sən Allah, gələ hamısını yeyəcək. Göndərdim, yığ Aydanı. Demə ya mən buradayam. Çevir. Deyildi. Mən getmirəm eve. Çatda qalacam. Nətərən çatda qalacam? Nə var burada? Bir dənə nənəmiz idi, o da öldü çıxdı, getdən burada nəyə qarsın? Qaqa, mən elə buralarda doğub görmüşüm. Bana görə nə varsa elə buralarda var. Hə, nə qarassan burada qal. Nə işlə məşğul olsun? Gedək mənlə qalarsan. İndiyə kimi nə vardın? Bundan sonra da onu eləyəcəm. Allah, məndən olsa deyərdim sən də qal. Untası ki, sənin ailən zadın Bakıdadır. Məndə alınmaz ixtiyar. Səndə də alınmaz, gəl. Kim baxacaq sağ burada? Gəl otur, get, sür, çıxaq, gedək. Gəl. Sənlə nə ixtiyar? Deyirəm salamatçılıqdır. Kimdir o yığan? Gedək qaqa. Hara? Bakıya. Nə oldu? Bəsbəyəxtən rayonunda qalırdın. Nə oldu? Nə baş verir? Qaqa, Bakıda bir işim var. Onu görüb qayıdacağım. Nə işin var sənin? Sual vermə. Qadanım, sual vermə. İşim var, onu görüb qayıdacağım. Nə işin var da? Maşın sürə bilərsən qaqa, mənim halım yoxdur. İxtiyar, sual verirəm. Sən tək izlədirsən, sən məndən ay ixtiyar. Sür gedək qaqa. Bir seher, bir liman sen idin, bir de ben. Sen gittin, tek kaldım. Bir liman, bir de ben. Sen gittin, tek kaldım. Bir liman, bir de ben. Limanlar ayrılsalar bitsin sevgileri. Limanlar kavuştular yolu gözleyen gözleri. Limanlar
İxtiyar, mənə qulaq as. Deyirəm bir yerdə gedək, işlərini görək, qaydaq bir yerdə də evə. Qaqa, eyni şeyi 5-ci dəfə mənə niyə deyirsən? Dedim axı yorma məni, qadan olma. Həll eləyəcəm özüm. Yorma zad nədir? Sən böyüdün mü yorma deyirsən? Mən sənə nə deyirəm ki? Mən sənə deyirəm ki, gedək kömək edeyim də işinə, bir əlindən tutum, ixtiyar. Ta qutar da bu söz gizlətməklərini, iş gizlətməklə. İxtiyar, bizim nənəmiz də öldü, ixtiyar. Ta bizim bir-birimizdən başqa heç kimimiz yox. Başa düşürəm. Qaqa, başa düşürəm səni valla. Prosta biraz səbirli ol, mənə güvən. Mənə biraz vaxt ver. Axırıncı məsələdir. Bir dənə bu işləri yoluna qoyum. Hər şeyi düzəldib, qayıdıb çıxıb gedəcəm kəndə. Kəndə getmək yox. Nəysə, yaxşı. Nəysə. Dəqiq gəlməyim, nə elə? Narahat olma qaqa. Olsun sən deyə. Xəbər eləyəcəm sənə. Yaxşı. Ay gəl çıxdan o hardasan Allah ona qurban. Gəldim də. Hardan tapdın? Fərqi nə ki, tapıb gətirmişəm də. Yox, ya hardan tapdın? Zivillikdən. Hər şey yaxşıdır. Hə. Hər şey qaydasında. Hə, vəsə. Hər şey yaxşıdır. Bir problem yoxdur ki. Yox, heç bir problem yoxdur, gedək. Mamaldaşdırsan, cındır. Ən aşağı sola çıx. Salma cavab ver, mənim əlimdən camaat zəhərləyirsən, hə? Mən Sami demişdim, ya. Özümə böyük bilmişdim. Yavaş danış. Qulaq sağ yaxşılığım. Nə bir əlində aşağı sol. Mənim sağ yaxşılığım bilsən nədir? O axırıncı səfər 5000 pul verdi. Bax odur mənim sağ yaxşılığım. O gündə cibinə 200-300 manat basıram. Bax odur mənim sağ yaxşılığım. Sən bu əyilib başınla başa düşmüsən ki, sən mənim pulumun hesabına bax indi qazandığın o hörmətin. Hə, tüpürüm o hörmətə ki, onu pulla qazanırsan. İndiki zamanədə elədir. Başa düşürsən? Sən nə yaşın var? Mən valideyn tanıyıram ki, 2 oğlundan varlı olanı sevir. Varlı olanın yanındadır. Varlı olana hörmət eləyir. Mən sənə həyatının ən gözəl şansını verdim. Nə qarmaq istəyirsən? Polisə vermək istəyirsən? Get ver polisə sal bizi. Özünü də sal bizi də. O hər şey pulla ölçülmür deyənlər var. Yadında saxla. Onlar o dövrdə taxıl əkib, onu un eləyib, çörək pişirib yeyirdilər. Amma indi o da yoxdur. Bilsən niyə? Çünki alacağı un var ha. Onun kisəsini də pulla alır. Başa düşdün? Sən də gəl mən burada elə üzümək olsun. Əslində mən sənin xətrini çox sevmir, başa düşürəm səni. Prosta mən istəmirəm ki, sən əziyyət çəkəsən, gedib əziyyətlə pul qazanasan. Başa düşdün? 500 manatın dalınca düşəsən. Bax belə pul qazanmaq lazım deyil Faris. Mən sənə hörmət eləyirdim. Hörmət. Ayıb səndən. Ha, bir dəqiqə qulaq as, ixtiyar söz deyirəm. Ha, bir dəqiqə qulaq as. Bəli müəllim. İçərsən də bunu sonra, yığ aydanı. Cavab vermir də, neyniyim? Yenə yığ. Ay Kərim, nə istəyirsən? Bax, nə istəyirsən? Səhərdən 40 dəfə yığmısan, Hə, Kərim, nədir sözünü de? Nətərsən gözəl xanım? Sənə nə var sözünü de? Mən bax, qısa kəsəcəm. Bir dənə vacib məsələ üçün yığmışam səni. Hə, soruş, nə olub? Mən bir dənə düzün denə, Nərmin sizdədir, gəlməyib ora. Yox, görməmişəm. Kərim, təksən sən? Hə, gəlirsən? Gic-gic danışma. Xəbər yoxdur Nərindən, bilmirəm. Yığıram da, yazıram da, cavab vermir mənə. Sən niyə soruşurdun ki? Heç, bir dənə yığmışdı, Raufdan pul istəyirdi. Ona görə... Verdi Rauf. Hey, götürdü, verdi. 50 dəfə dedim vermədə. Bu da tanıyırsan da Raufu bilmirsən. Ürəyi təmiz, belə adam... Nə qədər verib? 10.000. 10.000? 10.000. Kərim. Acan. Məndən də 5.000 al be.
Ayda, ürəyi təmizim mənim. Elə sən də elə bu Rauf kimi təmiz dalıb. Sən də elə ürəyi təmizsən, elə vermisən. Kərim, mən gedirəm, gəlirsən mənimlə? Hə, gəlirəm. Belə hara gedirik, hara gəlim? Ay nə bilim, gedim axtarım da. Yəqin ki, birinci xəstəxanadan başlayaram. Hə, gəlirəm. Hə, yaxşı, gəl məni götür gedək. Gəldim. Yaxşı. 100 manat ver. Neysən 100 manat? Böyle bir qızla gedirəm də, birdən nə çal. Sən onsuz da girən girəvə, bu nə soruşur səni? 100 manatdan sana nə olandı? Olsun 10.100, hə, nə oldu? Ver. Gələ. Mənə də xəbər eləm oradan. Yaxşı. Bunun adı nə idi? Allah yoxdur xəstəxanada bundan. Dur, rədd ol da. Yığa oradan mənə. Ay qız, gəl də, gəl. Naz eləyirik, gəl. Gəl. Qızlar, nətər olmuşam? Orada necə gözəl görünürsən. Həqqi mi deyirsən? Az dəlisən, ixtiyar sən görsə ürəyə gedəcək. Eləmi? Az, hə. Solmaz xala demisən. Deməmişəm, qorxuram. Qız, nədən qorxursan? Biraz ürəkli oldu. Öz jını yığışdır. Nə qarmı, yerləşmişəm nə oldu? Nədən qorxursan? 19 yaşın var, böyük biraz. Nə bilim, mən də əvvəl sənin kimi belə idim. İndi görüncə rahatam. Qoy ixtiyarı yığım qoydum. Ay qız, yox, niyə yığırsan? Qoy öz yığsın da. Ay qız, öz-özü biraz ağır apar. Düz deyirsən, düz deyirsən. Gəl, hələ paltar baxmağa gedəcəyik. Bəs pul vermədi ya. Ay qız, nə araxanı ilk dəfətdir ya, bizə jest edir. Gəl gedək. Yaxşı. Davay, gəl. Sağ olasın. Faris. Mən də gəldim. Nə tez razılaşdın? Mənə bu həyatda 2 nəfər yaxşılıq eləyib. Biri nənəm idi, biri də sən. Nənəm öldü. Allah rəhmət eylesin. Sən də ki. Bax ha, Mənim bu həyatda itirəcək işlərim yoxdur. Heç kim qalmayıb. Sən də deyirsən ki, bu həyatda ən vacib şey pul qazanmaqdır. Qalan da gedək pul qazanaq da. bax yenə deyirəm, bax ha, əslində amma... Gedək. Gedək yaxşı. Gedək. Faris, Eşidirəm Muxtar. mən sənə nə vaxta demişdim? Əslində sumkanı tapmaq biraz çətinlik yaratdı. Ona görə Faris, mən sənə sumka burada olsun nə vaxta demişdim? Muxtar, əslində gecə gətirəcəydik, prosta uşağın nənəsi rəhmətə getdi ona görə. Qoduq. Mən nə deyirəm, sən nə deyirsən, hə? Niyə vadir edirsən 2-3 dəfə təkrar eləmə sözümü? Hə? Mənə nə dəxli var, kimin nənəsi rəhmətə gedib, kim hara gedib, hə?
Ay kişi, sumkan etmişdi, tapıb gətirmişik. Çatışmayan nəsə var içində? Bu ağzından süd iyi gələni hardan tapmısan? Bu nə boşluq da verirsən? Hə? Bu nə ixtiyardı vermirsən, mənlə belə danışır bu? Hə, Fariz? Bilir bu nə danışır? Başınız gedib hə sizin? Sənlə nə mən? İxtiyar çıx buradan. Çıx, çölə çıx. Fariz, Ya Muxtar? bu bilir nə daşıyır. Uje bilir. Bilir. Ha. Bunu öldürürsən. Atırsan dənizə. Eşitdin məni? Yox, Muxtar. İxtiyar yaxşı oğlandı. Mən ona başımla cavab deyən. Həm də ki, indiki dövrdə daverin adam tapmaq çətindir. Yadından çıxıb bundan qabaqki başımıza nə oynaşdı. Fariz. Yaxşı oğlandı. Hə? Bəs niyə qayıtdı? Çünki itirəcəyi işini qalmayıb. Zeynəbə də cavab verməyib. Kərim, sən nə mal adamsan? Bayaqdan 40 dəfə sual verdin, 40 dəfə də dedim ki, yox. Neyimi kömək eləmək istəyirəm də. Belə kömək olur. SMS atda o yazmır, bəlkə nəsə yazıb. Ya səbr. Kərim, puldan sonra mən ona yazdım, heç nə yazmadı. Həvəfal soruşmaq istədim də, atan necədir? Yazmadı. Bildin. 100% onun dərəsi gəbərib. O da indi bizə nə qədər prosedur var, oradan çıxart, apar, yu, hə? Bədağız, sus. Sus da, bədağız, sus. Niyə heç də təsəlli vermək olmur? Başqa deyilsən sən təsəlli. Bura bax, artıq vaxt yetişdi. Mən bunu deməliyəm sənə. Hamı sizə qoyub gedə bilər. Amma mən heç vaxt belə şey eləmərəm. Mən səninləyəm. Fariz. Plomb var idi. Yox. Yox. O adamlar bilirdi sumkanın içində nə var. Hanı oğru? Hanı sumkanı aparan adam? Hə? Onlar yoxdur. Necə yoxdur? Bu nə boşluq deyə bıraxmısan? Hə? Və nətər olub tapılıb bu sumka? Danış görün Fariz. Muxtar, ixtiyar maşında hamısını danışdı. Əslində biz bir yerdə getdik o oğurlanan yerə. Bu elə oraları axtarılmış ki, bunun başını qatan adamlardan birini tapsın. Orada birini görüb. Qaqaş da bunu görən kimi qoyub üstünə başlayıb qaçmağa. İxtiyar da onun dalınca qaçıb tutub onu. Deməli, məsələ nətər olub? Qardaşlar giriblər maşına, əllərinə keçəni götürüblər. Elə bir ixtiyarın duxusunu uzadı, çantanı. Sonra da duxunu qaytardılar. Çantanı soruşanda deyiblər ki, açdıq gördük içində mal var. Qorxusundan qaqaş aparıb sumkanı qıraq bir yerdə zibilliyə atıb. Bu da gedib həmin yerə. Eşib zibilliyi tapıb sumkanı. Bu yerə eşəndə də qaqaş qaçıb bunların əlindən çıxıb gedib. Axşamı elə bir ki, ixtiyarın nənəsi rəhmətə getdi. Səhər də biraz yubandı, ona görə gec gəldik. Axşam yata bilməmişəm onsuz da. Həm də ki, çanta tapılıb da, nədir ki problem? Qaçdı, da getdi tutdu. Hə?
Boşuna danışırsan mənə. Nağıl danışma. Yox, ixtiyar mənə yalan danışmaz. Elə bir ki, o çantanı götürən adam bayaq dedim də, getdi zibil maşını girməyən yerdə bir dənə yer tapıb qoyub ora. O canını qurtarmaq istəyib o çantadan. Orada elə bir şey yoxdur. Birdən polisə getsən olacaq. Çantanı uğrayan. Yox, getməz. Niyə getsin ki polisə? O tatam çantadan canını qurtarırdı. Dedim axsa. İnandım Fariz. Qaldı sizin cəzanız. Nə cəza? Səbirli ol. Ged o küçüyü gətirə bura. Siz dediyiniz xəstəni tapmışam. Dediyim kimi, Knyaz bəyin ödənişi xəstəxanaya gətirilərkən olub, yəni ödəniş olmasaydı, əməliyyat almaq qeyri-mümkün idi. Bəs qızı Nərmin buradadır? Hə, xanımı sonuncu dəfə dünən görmüşəm, ondan sonra görməmişəm. Bəs bugün nəsə bir ödəniş olunub xəstə ilə bağlı? Başqa bir adam gətirib? Xeyr, heç bir ödəniş olunmuyor. Hə, anladım. Çox sağ olun. Buyurun. Dədəm vay, mən deyirəm, mənə inanmırsınız. Mən dedim, o qoyub gedəcək. Zibil. Hara getsin də, bu pulları götürüb bu qız hara gedib? Baba, tapdım. Hə, nə? Bütün pulları götürüb, çıxıb ki, PlayStation klub açmağa. Kərim, PlayStation klub niyə, hə? Niyə? Bax, başa salıram, qulaq as. Sal. Məni həmişə belə boş götürürsünüz. Bax, mən bir dedektiv kimi düşünürəm. Mən olsaydım, özüm elə bir cinayətkaram, eyni şey eləyərdim. Addım cinayətkarın dalınca. Pulu götürürsən, birinci PlayStation klub. Söyməyəcəm. Səni söyməyəcəm. Səni bu dəfə söyməyəcəm. Bu dəfə söyməyəcəm səni. Sizə heç cür yaramaq olmur. Qulaq as, bu səslərin heç birinə qulaq asmayıb. Görsənirdi orada bir mavi nəsə, o quşdu nədir, ondan zaddan olmayıb heç nə. Nə oldu? Qulaq asıb. Qulaq asıb? Bu lap bespantovadır. Qulaq asırsan yaz da, bunu cavab ver də. Sən Raufla görüşəcəksən bugün? Hə, nədir ki? Ona denən ki, o 10 min üstündən qaşa buzlu soyuqdan qaşa su içsin. Sən Allah, onu mümkündürsə, ilıq su eləyək də nə olar? Allah, onun boğazı ağrıydı neçə gündür. Onun da üstündən buzlu su versəm, qondaları zadı şişəcəm. Mən kimə nə deyirəm? Beyinsiz səni, beyinsiz. Gör kimlə nə iş görürəm də mən də. Məni qınamam, bu qız elə bir yavaş-yavaş məni istəməyə başlayır. Gör nə deyirəm, mən bax. Fariz, məni çox yubatdınız. Amma bilirsən də, mən xəyanəti bağışlamıram. Hə, bayaqki hörmətsizliyimə görə öldürərdim səni burada. Burada da dəfn eləyərdim. Amma ki, sumkanı sağ-salamat tapmısınız. Oğlunu tapmamısınız. Seçim eləyin. İkinizdən biriniz ölməlidir. Muxtar, qurban olma eləmə. Saatın yeri, tapılar cinayetin kan yeri, ağarar həqiqətin dan yeri. Bir
mən var, o da məndən aralı. Əqlim ipini qoparıb, səbrim dənizə damır. Bu ilan yollar olacaq çaparı. Hər bir yeni gün birimi taparır. Yıxılıb tuturam dağılan divarı. İtmiş açarı taparıq, bir gün əlbət açarıq. Soyur havalar, əynim qaralır, bəxtim gətirir aparır. Bir tək ucalır yuxarı, anamın duası. Xoş gəlmişsiniz. Əsl məsələ o deyil, əsl məsələ görmək ki, olmur hər güldənmək, tənha bir huş yellənmək. Əsl məsələ görmək, hamımız bu gün deyil. Məsələ yaşayıb bilmək, yaxud oxuyub öyrənmək. Əsl məsələ əylənmək, ziyanın hamısından dönmək. Məsələ özündən getmək, ya da ki durmaq, tərpənmək. Əsl məsələ o deyil, məsələ səs eləmək. Eşidib ucadan susmaq, özünə bəs eləmək. Oldum cambaz, həyatın ipinə çarpaz, ayağım bitməz sirvən. Hər dəfə olmaz çempion, yıxılan boğulan başlar geridən. Xanalar qara ağ növbə, əcəliyin oynar daşlar yerinə. Yenə güc tapıram, gülürəm, yollar sevirəm. Attım pilates